Müqəddəs Ramazan ayını yaşayırıq. Bəzən insanlar aralamaq məqsədi ilə oruç tuturlar. Bunun hər hansı bir fəsadları varmı? Ümumiyyətlə, oruç tutmağın insan orqanizminə müsbət təsiri, tibbi faydaları və yaxud da mənfi tərəfləri nədən ibarətdir? Bəs əslində doğru qidalanma necə olur və yaxud da orucu düzgün tutmaq, orucun şərtlərinə düzgün riayət etmək necə olur? Bu barədə suallarımızı diyetoloq Leyla Zülfüqarlı cavablandırıb, izləyək. Oruç tutmaq ümumiyyətlə tibbi istiqamətdə də əlaqələndirmək olar ki, xeyirli tərəfləri də var, amma səhv tutularsa o zaman artıq bu xeyirli tərəf deyil, ziyanlı tərəfə çevrilmiş olur. Məsələn, dietologiya elmində də faydalı qidalanmaq ön planda olur və oruç tutanda da artıq deyir haramdan uzaq olun. Haram dediklərimiz nədir? İşlənmiş qidalar, kolbasa məhsulları, tərkibi məlum olmayan qidalar, ümumiyyətlə bütün ziyanlı, yəni alkoqoldur və s. ziyanlı qidalardan uzaq durun deyir, deyilmi? Burada toqquşur məqamlar. İkinci çox vacib məsələ, yəni orucluğun mahiyyəti əgər saflaşma ayıdırsa, niyyətimiz saflaşır, hüceyrələrimiz yenilənir və s. O zaman ortalığa çıxır ki, sən demə, biz uzun müddət ac qalanda, özəlliklə 16 saatdan çox ac qalanda otofagiya prosesi baş verir. Avtofagiya, yəni hüceyrələr özü deyək ki, sağlam olmayan hüceyrələr sıradan çıxır, yenilənir, yeni hüceyrələr əmələ gəlməyə. Yəni biz bilirik də hüceyrənin funksiyası, hüceyrənin tərkib orqanoidləri, onlar bölünür, çoxalır, yenilənir və s. Və bu baş verəndə hüceyrə yenilənməsi deyirik bu prosesə. Bu çox uzun müddət ac qaldıqda baş verir. Yəni toksinlər bədəndən atıla bilir və s. Və bu ac qalma elə orucluq ac qalması ilə eynidir. Yəni tamamilə heç nə yeməmək. Baxın, bu çox unikaldır. Məsəl üçün, bir də artıq orucluq açılandan sonra, 16 saat aclıqdan sonra artıq orqanizm hər şeyi yeyə bilmir. Burada yenə də seçici olur, saf, təmiz qidalar yemək istəyir, porsiya azalır. Yəni buna əməl ediləndə əlbəttə ki, orqanizm yenilənir, sağlamlaşır, qaraciyər hüceyrələri, hepatitlər bilavasitə yenilənir. Amma indi gəlin digər tərəfinə baxaq. Orucluğu sadəcə bilmirəm də, yəni hamı edir, mən də edim anlayışı ilə edənlər səhər imsakına durmurlar. İmsakda ümumiyyətlə qida qəbul etmirsə, nəticə etibarında bu insan iftardan iftara yeyir və o zaman çox uzun müddət fasilə verilmiş olur. Bu zaman orqanizm vacib maddələri almır, defitsit qalır, eyni zamanda metabolizmə daha çox təhlükəli məqam. Metabolizmə korlanır və orucluq da deyilir ki, Tanrının diktəsindədir ki, orucu sağlam insanlar tutsun və bir insanın metabolizma xəstəliyi varsa, metabolizma problemi varsa, artıq sağlam insan kateqoriyasından çıxmışdır. O zaman şəkərli diabetdən əziyyət çəkənlər və bir sıra başqa hansı ki metabolizma pozuluna bağlı xəstəliklər oruç tutarkən onların da ciddi problemlər yaranır. O yüzden oruc onlar üçün deyil ki, necə deyir, sağlam insanlar üçündür və üçüncü ən mühüm məqam ki, hansı insanlar ki, orucluqdan sonra kökəlirlər, bir sıra problemlər çıxır. Bu yenə də lap xəstəlik kateqoriyasında olmasa, sindrom kimi sadəcə metabolik pozuntular, bu insulin dirəncidir, bu autoimmun xəstəliklərin bəzi növü, məsələn, Hashimoto ola bilər xırda. Bu insanlarda metabolizma zəifləymiş olur zaten və bir də orucluqda yenə də zəifləyir metabolizma. Çünki uzun müddət ac qalan orqanizm artıq ləng tempə keçir də, yəni az çalışsam da onlar tempinə keçir orqanlar. O yüzden də belə insanlarda problem olmasın deyə xüsusi Ramazan bəslənməsi deyə bir qaydamız vardır.